Futbol üzrə Azərbaycan 1-ci divizionunda 8-ci turun oyunları keçirilib. Ötən gün outsiderlər qrupunda qərarlaşan Energetik və Mərkəzi Ordun İdman Klubu qarşılaşıb. Oyun komandaların bərabərliyi ilə yekunlaşıb. 1-ci divizionunda 8-ci turun oyunları start götürdü. Yaşar Məmmədzadə adına stadionda Mingəçevirin Energetik komandası Mərkəzi Ordu İdman Klubu ilə münasibətlərinə aydınlıq gətirdi. Outsiderlərin duelində komandalar meydanı bir xalla tərk etdilər. Hesabı oyunun 17-ci dəqiqəsində Sahib Qocayevin baş məşqçisi olduğu Energetik komandası açdı. Tural Məmmədov Mingəçevirləri sevindirdi. Lakin fasilədən sonra hərbiçilər hesaba tarazlıq gətirdilər. Fərid Fəthullayev bərabərlik qolunun müəllifi oldu. Bundan sonra komandaların cəhdlərinə baxmayaraq hesab dəyişmədi. Beləliklə bu oyundan sonra komandalar müvafiq olaraq 13-cü, 14-cü yerləri bölüşdülər. Elnar İbrahimova, Fəruq Qurbanov, Ramin Ələsgərov, Mingəçevir.